Çox təşəkkür edirəm, hörmətli sədr, əziz həmkarlar. Cinayət prosessual cəzaların icrası və cəzaların icrası məcəllələrinə, o cümlədən icra haqqında qanuna təklif edilən dəyişikliklər çox mühüm bir istiqamətdə hüquq münasibətlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Bilirsiniz ki, təcrübədə bir çox hallarda təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafelərinə toxunulan şəxslər olur. Təbii ki, prosessual qanunvericilik şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumağa hədəfləyir. Lakin təcrübə göstərir ki, cinayət təqibinin gedişində məhz qeyd etdiyimiz kateqoriyadan olan şəxslərə münasibətdə bir qayda olaraq problemlər meydana çıxır və prosessual qaydaların təkmilləşdirilməsi zərurət hiss edilir. Möhtərəm Prezidentin imzası ilə parlamentə daxil olmuş cari qanunun layihəsi də məhz təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə qərarla qanuni mənafelərinə toxunulan şəxslərlə bağlı müşahidə olunan praktik çətinlikləri aradan qaldırmağa yönəlib. Daha dəqiq desək, bu şəxslər cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilərək prosessual status qazanır və beləliklə də həmin şəxslərin qanuni mənafelərinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti verilmək hüquqları və qaydaları tənzimlənir. Bundan başqa, bildiyimiz kimi hazırki qanunvericiliyə əsasən cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı mülki məhkəmə icraatı çərçivəsində mübahisələndirilirdi ki, bu da tam yeni məhkəmə prosesinin başlanması deməkdir. Lakin cari layihə nəzərdə tutur ki, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı artıq məhkəmə nəzarəti qaydasında mübahisələndirilsin. Təbii ki, məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi həm zaman baxımından, mülki mühakimə icraatından daha çevik və operativdir, həm də sonradan ortaya məhkəmə qərarının prejudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisə çıxmır. Hörmətli deputatlar, gördüyünüz kimi layihə kifayət qədər ciddi məqamları ehtiva edərək köklü və praktik çətinliklər yaradan məsələlər üçün səmərəli həll yolu təklif edir. Ona görə də Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi olaraq sizdən qanunun layihəsini dəstəkləməyi xahiş edirik.